Republic of Azerbaijan. I request protocol to escort His Excellency and invite him to address the Assembly. Xanımlar və cənablar, uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bugün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən vətən azadlığı müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam. 30 ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən 20% Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində 1 milyon Azərbaycanlı öz yurt yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 93-cü ildə qəbul etdiyi 4 qətdə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal tam və qeyri-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra olunmadı. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkarənə şəkildə məhəl qoymadı. 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi. Onun həmzədirləri beynəlxalq hüquq norma və prinsiplərini təmin etmək əvəzinə status quo-nu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar. 2020-ci ildə 30 ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra Azərbaycan BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə balistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik. Qeyri-hərbi infrastrukturu hədəf almaqdan çəkindik. 44 günlük vətən müharibəsi zamanı silahlı qüvvələrimiz işğal altındakı əraziləri azad etdi və Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 10 noyabr 2020-ci il Ermənistanın kapitulyasiya və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycan ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Azərbaycan zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan 5 təməl prinsip irəli sürdük. Sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız iki tərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. Bu ilin avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri sülh müqaviləsi mətnini parafladılar. Eyni gündə Azərbaycan prezidenti və Ermənistan baş naziri birgə bəyanat imzaladılar. ABŞ prezidenti Donald Trump da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvaladılar.
Beləliklə, 1 sentyabr tarixində ATƏT bu strukturların bir dəfəlik bağlanması barədə qərar qəbul etdi. Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək beynəlxalq sülh və rifah naminə Trump marşrutudur. Vaşinqton sammiti həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması məqsədi ilə strateji işçi qrupunun yaradılması haqqında iki hökumət arasında anlaşma memorandumunu Prezident Donald Trump ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Eyni zamanda Prezident Trump'ın 1992-ci ildə azadlığa dəstək aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasının dayandırılması qərarı da tarixi addımdır. ABŞ Konqresinin 907-ci düzəlişi bir dəfəlik ləğv etməsi iki tərəfli standartların mirasına son qoymaqla Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi. Ümumilikdə, avqust ayında ABŞ-a səfərim zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır. Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ prezidenti Donald Trump'a təşəkkür edirəm. Azərbaycan qələbədən dərhal sonra azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa proqramına start verdi. Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə yeksan etdi. 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə bir edilmiş kənd və şəhərləri yenidən qururuq. Böyük qayıdış proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır. Post-münaqişə dövründə Azərbaycan qarşısında duran ən ağır humanitar problemlərdən biri də Ermənistanın işğalı dövrəsində yerləşdirilmiş minaların yaratdığı təhlükədir. 2020-ci ilin noyabrından bu günə qədər 400-dən artıq Azərbaycanlı mülki şəxslər və hərbçilər mina partlayışı nəticəsində həlak olub və ya ağır yaralanıblar. Bu, geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir. Eynilə, 1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının faciəli taleyi xüsusi diqqət və tədbir görülməsini tələb edir. Xanımlar və cənablar, qlobal çağırışlara gəldikdə biz inanırıq ki, cavab tədbirləri inklüziv, ədalətli və ümumbəşəri olmalıdır. Bir çox təşəbbüslərlə Azərbaycan qlobal çağırışlar qarşısında dayanıqlı həll variantlarının təşviqinə aydın sadiqliyini göstərdi. Ötən il iqlim fəaliyyəti, yaşıl keçid və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə etmiş COP29-a ev sahibliyi etməkdən Azərbaycan qürur durdu. COP29 sədri kimi bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməklə iddialı və tarazlı nəticələrə yönəlmiş danışıqlara rəhbərlik etdik. COP29-da qəbul edilmiş Bakı maliyyə hədəfi kimi də tanınan yeni kollektiv kəmiyyət hədəfi qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur.
Azərbaycan həmçinin Paris sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq Paris sazişinin qəbulundan 9 il sonra onun tam fəaliyyətə başlanmasını təmin etdi. İqlim dəyişikliklərindən təsirlənən həssas icmalara vacib dəstək verən itki və zərərlərə cavab fondunun tam fəaliyyət göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalandı. Yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımızda real olmayan hədəflər qoymamalıyıq. Dünya bugün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz. Enerji təhlükəsizliyi, sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir. Azərbaycan bu məqsədlərin qlobal səviyyədə irəliləməsində fəal rol oynamaqda davam edir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəz olunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yer tutur. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidən qurma işlərinə diqqət yetirərək iki tərəfli tərəfdaşlığı gücləndiriblər. Bu ilin avqust ayından Azərbaycan Türkiyə üzərindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb. Azərbaycan həmçinin günəş, külək və su elektrik enerjisi kimi bərpa olunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40% bərpa olunan mənbələr hesabına təmin olunacaqdır. Şərq, qərb və şimal-cənub dəhlizləri kimi bağlantı layihələri ölkəmizdən keçir. 2022-ci ildən bəri orta dəhlizlə yük daşımalarda təqribən 90% artımın şahidi olmuşuq. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 Beynəlxalq Hava Limanı, regionun ən böyük yük daşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirir. Rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycan rəqəmsal İpək yolu kimi əhəmiyyətli layihə vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünün irəlidədir. Bu layihəyə Azərbaycanın əsas regional rəqəmsal mərkəzə çevrilməsinə şərait yaradacaq, Xəzər dənizinin dibi ilə qabaqcıl fiber optik kabel şəbəkəsinin qurulması planları da daxildir. Azərbaycan neft və qaz sektorundan əlavə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, islahatlar və şəffaflıq vasitəsilə investisiya mühitinin yaxşılaşdırılmasına diqqət yetirməklə mühüm iqtisadi artıma nail olur. Yoxsulluğun və işsizliyin tarixi minimum həddə 5%-ə endirilməsi ölkəmizin daha bir nailiyyətidir. Bu yaxınlarda iki aparıcı beynəlxalq reyting agentliyi Moody's və Fitch Azərbaycanın reytingini artırdı. Çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. Bu, ölkəmizdə iqtisadi dayanıqlığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6,5%-ni təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır.
2022-ci ildə Xəzəryanı dövlət başçılarının zirvə görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bugün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb isə iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri ilə ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin eyni səyləri zəruridir. Azərbaycan həmçinin həmin problemin həlli üçün BMT ilə sıx əməkdaşlığa hazırdır. Xanımlar və cənablar, Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur. Biz təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstəririk. Azərbaycan COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 800-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər iyanə edib və maliyyələşdirib. Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni utduq, həm sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de facto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli işlərlə təmin olunduğu bir dünya quraq. Təşəkkür edirəm. On behalf of the Assembly, I wish to thank the President of the Republic of Azerbaijan.